Salam müəllimlər, bugün biz müsahibə sualları 2026 deməli mövzusunda dərs 2-yə baxaq. Belə bir sual verilə bilər. Şagirdlərin dərsə qarşı motivasiyasını necə yüksək tutursunuz? Demək, biz bilirik ki, motivasiya dərsin əvvəlində qurulur, amma buna baxmayaraq biz şagirdlərin diqqətini özümüzə dərsə cəlb etməliyik və motivasiyanı dərs boyu qorumağa çalışmalıyıq. Və bunun üçün də demək, bu suala biz belə cavab veririk ki, motivasiyanı dərsin ilk 5 dəqiqəsində deyil, bütün dərs boyu qorumağa çalışıram. Bunun üçün mövzuları şagirdin real həyatı ilə əlaqələndirirəm, dərsdə oyunlaşdırmadan istifadə edirəm, şagirdlərə seçim haqqı verirəm. Bu da onların daxili motivasiyasını artırır. Yəni, tutaq ki, esse yazmaq istəyir, şagirdə esse yazdırmalıyam, 5 mövzu qoyuram, deyirəm ki, uşaqlar, hansını istəyirsinizsə, o istədiyiniz mövzuda esse yazın. Və yaxud oyunlaşdırmadan istifadə edirəm. Oyun əsaslı dərslər var, yəni dərsləri müasir təlim modelində keçdikdə şagirdlər daha çox dərsə maraq göstərir və motivasiyası yüksək olur. Növbəti suala baxaq. Müasir müəllim necə olmalıdır? Özünüzdə bu xüsusiyyətləri görürsünüzmü? Müasir müəllim sadəcə informasiya ötürən yox, həm də fasilitator, bələdçi olmalıdır. O davamlı olaraq öz işində üzərində işləməli və ömür boyu öyrənməlidir. İKT bacarıqlarına sahib olmalı və tədqiqat aparmalıdır. Bəli, mən özümü müasir müəllim hesab edirəm. Çünki daim yeni metodikaları izləyirəm. Dərsimdə texnologiyalardan inteqrasiya məqsədi ilə istifadə edirəm və şagirdin fərdi maraqlarını nəzərə alıram. Yəni, müasir müəllim necə olmalıdır? Müasir müəllim yeniliklərə açıq olmalıdır, öz üzərində çalışmalıdır. Yəni, ömür boyu öyrənmə taktikası budur ki, hər gün biz yeniliklər hansılardır, onları müəyyən edib, öyrənirik gündəmdə qalmaq üçün. Və İKT bacarıqlarından istifadə edirik, informasiya, kommunikasiya texnologiyaları bacarığına sahib olmalıyıq. Şagirdlərin marağına uyğun dərsimizi təşkil etməliyik ki, bu da müasir müəllimin əsas xüsusiyyətlərindən biridir. Bəli, mən özümü müasir müəllim kimi görürəm, şagirdlərin marağına uyğun davranıram və müasir texnologiyalardan yerində istifadə edirəm. Dərs planı hazırlayarkən Bloom taksonomiyası sizə necə kömək edir? Bloom taksonomiyası təlim nəticələrini sadədən mürəkkəbə doğru sistemləşməyə kömək edir. Yəni, Bloom taksonomiyası 6 mərhələdən ibarətdir idraki sahə üçün. Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq. Və dərsin məqsədlərini də biz sadədən mürəkkəbə doğru şagirdlərə başa salmalıyıq, öyrətməliyik. Məsələn, dərs planı hazırlayarkən sualların və tapşırıqların yalnız hafizəyə əsaslanmamasına xüsusi diqqət edirəm. Dərsi elə qururam ki, şagird həm qaydanı bilsin, həm tətbiq etsin, həm də yüksək mərhələdə bir məhsul yarada bilsin. Yəni, şagirdi aşağı təfəkkür səviyyəsindən yuxarı təfəkkür səviyyəsinə inkişaf etdirirəm. Sadədən mürəkkəbə doğru o məqsədə uyğun, o təlim məqsədinə uyğun tapşırıqlar hazırlayıram və şagirdi inkişaf etdirirəm. Dərsdə 4K bacarıqlarını necə formalaşdırırsınız? Bəli, 21-ci əsr bacarıqlarından biri də 4K bacarıqlarıdır. Yəni, kritik təfəkkür, kritik düşüncə, kreativ düşüncə, kommunikasiya, kooperasiya. Yəni, kritik düşüncə, tənqidi təfəkkür. Şagirdlərdə tənqidi təfəkkürü formalaşdırırıq. Kreativ düşüncə, yaradıcı təfəkkürü formalaşdırırıq. Kommunikasiya, yəni şagirdlərdə ünsiyyət bacarığını formalaşdırırıq. Kooperasiya, əməkdaşlıq bacarığını formalaşdırırıq. Yəni, dərsdə bu 4K bacarığını necə formalaşdırırsınız sualına belə cavab verirəm ki, dərslərimi şagird yönümlü quraraq, kooperasiya, əməkdaşlıq üçün qrup işlərindən istifadə edirəm.
Kritik düşüncə üçün hazır material vermirəm, problem əsaslı təlim tətbiq edib nə üçün, niyə, necə suallarını verirəm. Kreativlik üçün açıq tipli tapşırıqlar verirəm. Kommunikasiya üçün sinifdə müzakirə mühiti yaradıram. Yəni akvarium olsun, debat olsun. Bax bunlar şagirdlərdə bu bacarıqları formalaşdırır. Summativ qiymətləndirmənin nəticələri sinifdə çox aşağı oldu. Səbəbini kimdə görürsünüz və atacağınız ilk addım nə olar? Bu suala belə cavab veririk ki, əgər summativ qiymətləndirmənin nəticələri kütləvi şəkildə bütün sinifdə aşağıdırsa, bəli, onda mən səhvi özümdə axtararam, öz təlim metodumda axtararam, sualların çətinlik dərəcəsində axtararam. Və bunu demək, əgər müəyyən bir hissə, yəni şagirdlərdən müəyyən qədəri summativ qiymətləndirmənin nəticəsini aşağı yazıbsa, mən o mövzuların şagirdlər üçün qaranlıq qalan o hissələri şagirdlərə başa salaram, yenidən izahını verərəm və o boşluqları dolduraram. Şagird sizə proqramdan kənar cavabını bilmədiyiniz sual verdi. Reaksiyanız necə olar? Əlbəttə ki, bu normal bir hal kimi biz bunu qarşılamalıyıq. Çünki müəllim hər şeyi bilə bilməz. Yəni, hər şeyi bilən Allahdır. Müəllim sadəcə olaraq öz ixtisası ilə bağlı, yəni, bilgiləri bilir, dünya görüşünə malikdir və o bilmədikləri üzərində axtarışlar edəcək, öyrənməyə cəhd edəcək. Əgər elm bir dəryadsa, alim onun bir damlasını bilirsə, biz müəllimlər də yəni özlərimizə çalışmaqla inkişaf edə bilərik. Ona görə də biz belə cavab veririk ki, müəllim çox şey bilmək məcburiyyətində deyil və bunu normal qəbul etmək lazımdır. Şagirdə çox maraqlı və fərqli sualdır. Hazırda bu sualın tam dəqiq cavabını bilmirəm. Gəl birlikdə araşdıraq və növbəti dərsdə siniflə bölüşək, deyərdim. Bu yanaşma şagirddə tədqiqatçılıq ruhunu artırar və müəllimə olan güvəni sarsıtmaz. Effektiv müəllim-valideyn münasibətləri sizin üçün nəyi ifadə edir? Bəli, effektiv müəllim-valideyn münasibətləri var ki, bu düzgün qurulmalıdır və bu müəllim üçün onu ifadə edir ki, müəllim və valideyn şagirdin uğuru üçün tərəfdaş olmalıdırlar. Valideynlə yalnız uşaq zəif qiymət alanda, nizamsızlıq edəndə əlaqə saxlamıram. Uğurlarımı da vaxtında bölüşürəm. Yəni, şagirdin uğurları müəllimin uğurudur. O şagirdin uğurlarını da valideynə çatdırıram. Müasir dövrdə valideynlərlə ünsiyyət üçün iclaslardan əlavə rəqəmsal platformalardan və pozitiv qeydlərdən istifadə edirəm. Valideynə hiss etdirmək lazımdır ki, biz eyni məqsəd üçün çalışırıq. Yəni, biz şagird yetişdiririk. Valideynlə müəllim təhsil üçbucağı deyilən bir anlayış var ki, müəllim, şagird, məktəb, valideyn, şagird. Bax, bu əlaqələr nə qədər möhkəm olsa, təhsildə inkişaf da o qədər böyük olar. Təhsilin formaları hansılardır? Biz bilirik ki, təhsilin 3 forması var. Formal təhsil, qeyri-formal təhsil, informal təhsil. Formal təhsil odur ki, sonda dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Yəni, tutaq ki, şagird 9-cu sinifi bitirdi, attestat alacaq, 11-ci sinifi bitirdi, dövlət ona rəsmi sənəd formal olaraq deməli, rəsmi sənəd verəcək, attestat verəcək və yaxud universiteti bitirmişik, dövlət bizə diplom verir sonunda. Bu formal təhsil formasıdır. Qeyri-formal təhsil forması isə yəni müxtəlif kurslarda, dərnəklərdə əldə olunan biliklərdir ki, sonda dövlət tərəfindən rəsmi sənəd verilmir. Sertifikat verilə bilər, bu rəsmi sənəd deyil. Informal, yəni özünü inkişaf etdirəcək, sərbəst şəkildə özü öyrənəcək. Informal təhsil forması da budur. Təhsil alma formaları hansılardır? Təhsil forması maddə 12-dir. Biz onun haqqında məlumat verdik. Təhsil alma formaları isə maddə 13-dür. Yəni, cavab olaraq biz belə deyirik ki,
təhsil alma formaları, əyani, qiyabi, distant, yəni məsafədən, sərbəst, eksternat olmaqla deməli 4 yerə bölünür. 3 dənə də əlavə var ki, evdə fərdi stasionar təhsil alma forması var. Amma əsas olaraq bu 4-ünü deyirik. Əyani odur ki, hər gün şagird məktəbə gedəcək, tələbə universitetə gedəcək. Qiyabi ildə 2 dəfə gedib imtahan verəcək, yəni qiyabi təhsil alma forması budur. Distant, yəni məsafədən şagirdlə müəllimin bir məkanda olmasını gərəkdirməyən təhsil alma formasıdır ki, onlayn şəkildə distant məsafədən təhsil verilir. Sərbəst eksternal təhsil alma forması da, yəni müxtəlif səbəblərdən təhsildən geri qalan şəxslər təhsilə cəlb olunurlar. Onlar eksternat imtahan verərək təhsilini davam etdirmək hüququna malikdir və yaxud şagird çox istedadlıdır. O, məsələn, 5-ci sinifdə oxuyan şagird 6-cı sinfi oxumadan birbaşa 7-ci sinfə keçə bilər. Bu da sərbəst eksternat təhsil alma hüququdur ki, təhsil alma formasıdır ki, şagird bu hüququndan istifadə edir, eksternat imtahan verir və təhsilini daha tez başa vurur. Evdə təhsil alma forması var, yəni sağlamlıq imkanı məhdud olan şagirdlərə, o baxır ağırlıq dərəcəsinə, evdə təhsil verilir. İndi evdə təhsili ləğv edib, inklüziv təhsil sisteminə keçiblər ki, o şagirdlər məktəblərə cəlb olunur. Fərdi təhsil var. Fərdi təhsil də yenə özü 2 yerə bölünəcək. Çox istedadlı şagirddir. Onun məsələn riyaziyyat yönümlüdür, texniki yönümlü şagirddir. O istiqamətdə ona əlavə dərslər keçiriləcək. Və yaxud şagird müxtəlif səbəblərdən təhsildən kənarda qaldı, ona fərdi dərslər keçiriləcək ki, o da öz sinif yoldaşları ilə birlikdə növbəti il deməli təhsilinə davam etsin. Daha sonra stasionar təhsil alma forması da nədir? 21 gündən artıq şagird xəstəxanada yatıb, artıq o xəstəxana şəraitində təhsil alacaq. O xəstəxananın yaxınlığında olan məktəblərdən müəllimlər ayrılacaq və şagird təhsilini davam etdirəcək. Öz məktəbinə gedəndə də onu o jurnal ayrılır, yəni şagird orada qiymətləndirilir, o vərəqi öz məktəbinə verəcək. Daha sonra alt standart nədir və onu necə reallaşdırırsınız? Alt standart bilirik ki, dövlət standartıdır, yəni təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni dövlətin biz müəllimlərdən tələbi odur ki, şagirdlərə, təhsil alanlara bilik və bacarıq verir. Təhsil alanlar qarşısında da, şagirdlər, tələbələr qarşısında da dövlətin tələbi odur ki, onlar bilik və bacarığa yiyələnsinlər. Alt standartdan məqsəd çıxarılır. Dərs prosesində maksimum 2-3 alt standart reallaşdırmaq olar. Bunu da əlavə olaraq deyirik. Qiymətləndirmə standartı nədir? Qiymətləndirmə standartı kurikulumun prinsiplərindən biridir. Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, şagirdin nailiyyət səviyyəsi nədir? Ona uyğun biz şagirdi qiymətləndirəcəyik. Nə çox şişirtmə qiymət verəcəyik, nə də aşağı qiymət verəcəyik. Dövlət standartı, təhsil standartı dedikdə nə başa düşürsünüz? Dövlət standartı, təhsil standartı eyni anlayışdır. Tərif olaraq necə deyirik? Təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, bir müəllim şagirdini bilikli, bacarıqlı və o bacarığı avtomatikləşmiş hərəkətə, vərdişə çevirməyi özünə məqsəd qoymalıdır. Bu da dövlət standartıdır. Yəni, təhsil standartıdır ki, dövlətin biz müəllimlərdən tələbidir. Yəni, müəllim özü bilikli, bacarıqlı olmalıdır. O bacarığını avtomatikləşmiş hərəkətə çevirməlidir ki, vərdişə çevirməlidir ki, şagirdlərini də özü kimi yetişdirə bilsin. Deməli, dövlət standartı, təhsil standartı dedikdə, təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Burada standartlara bir də nəzər salaq. Deməli, alt standart nədir?
Təhsil alanların bilik, bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bilik, bacarıq. Bunu belə yadımızda saxlayırıq. Bilik, bacarıq. Alt standart nədir? Bilik, bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Qiymətləndirmə standartı nədir? Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Dövlət standartı, təhsil standartı nədir? Təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Ümumi təhsil nəticəsi dedikdə nə başa düşürsünüz? Ümumi təlim nəticəsi, bağışlayın. Ümumi təlim nəticəsi dedikdə nə başa düşürsünüz? Yəni, ümumi təlim nəticəsi kurikulumun nəticə yönümlülük prinsipinə əsasən yaradılıb, yəni nəzərdə tutulub ki, o öyrənilsin və əvvəlcədən müəyyənləşdirilib. Tərif olaraq belə deyirik ki, mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş konkret bir səviyyədir. Kurikulumun nəticə yönümlülük prinsipinə əsaslanır. Yəni, xüsusi təlim nəticəsi var ki, 1-45 dəqiqə ərzində müəllim o təlim nəticəsini, yəni o dərsin məqsədini reallaşdıracaq və dərsin məqsədi dərsin əvvəlində lövhədə yazılacaq, o məqsədə əsasən meyarlar da lövhədə yazılacaq. Şagird biləcək ki, dərsin sonunda o hansı nəticəni əldə edəcək, onun nəyi öyrənəcək və o hansı meyarlar əsasında qiymətləndiriləcək. Formativ qiymətləndirmə nədir və onu dərsdə necə tətbiq edirsiniz? Bəli, formativ qiymətləndirmə haqqında keçən dərsimizdə geniş məlumat vermişdik. Formativ qiymətləndirmə təlim nailiyyətlərinin izlənilməsi və onun inkişafını istiqamətləndirməsidir. Bu, şagirdə qiymət yazmaq üçün deyil, onun harada çətinlik çəkdiyini görüb təlim metodunu tənzimləmək lazımdır. Dərsdə bunun üçün çıxış biletləri, 3-2-1 iş üsulu, özünü qiymətləndirmə rubrikləri və effektiv rəy tətbiq edirəm. Yəni, rəy formativ qiymətləndirmədir, formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Burada müəllim qiymətləndirməsi var, yəni rəylər verəcək müəllim. Şagirdi hədəfə çatdırmaq üçün, məqsədə çatdırmaq üçün şagirdə istiqamət verəcək, rəy verəcək, onu inkişaf etdirəcək və bir çox üsullardan istifadə edəcək. Məsələn, 3-2-1 iş üsuludur, çıxış biletidir və effektiv rəy formativ qiymətləndirmənin əsas özülüdür. Proaktiv və reaktiv yanaşmaların fərqi nədir? Bəli, proaktiv yanaşma var, reaktiv yanaşma var. Müasir təlim modelində dərs ilinin əvvəlində müəllim şagirdlərlə birlikdə gözləndiyi prosedur qaydalar qurur. Bu, proaktiv yanaşmadır. Yəni, burada müəllim dərs ilinin əvvəlində şagirdlərdə gözlənti, prosedur, qayda quracaq və bu qaydaları şagirdlərlə birlikdə təşkil edəcək ki, o qaydalara şagirdlər əməl edir. Ona görə birlikdə o qaydalar qurulanda şagirdlərlə birlikdə işləyəcək. Və müəllim bunu, mahiyyətini şagirdə öyrədəcək, onu möhkəmləndirmək üçün məşq etdirəcək və ona vaxt ayıracaq. 21 gün ərzində müəllim hər dərsdən 2-3 dəqiqə ona vaxt ayıracaq ki, bu şagirdin tam beyninə otursun ki, bəli, mən şagird kimi necə davranmalıyam? Qaydalar, gözləntilər, prosedurlar nədən ibarətdir? Ona əməl etmək üçün müəllim buna vaxt ayırmalıdır. Deməli, belə yanaşma proaktiv yanaşmadır. Amma müəllim gəlir, dərsini keçir, dərsdən, sinifdən çıxır. Şagird səs salırsa, şagirdə qışqıracaq, dərsə gecikibcə şagirdi danlayacaq, deyəcək ki, nə üçün gecikmirsən, dərsi böləcək. Yəni, burada dərs prosesi pozulacaq. Bu necə yanaşmadır? Reaktiv müəllim yanaşmasıdır. Dərsimiz bu qədər. Əgər dərsimizdən faydalanırsınızsa, əməyə hörmət olaraq abunə olub, bəyənib, şərhlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.